Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə sinir sistemi mövzusunun izahına baxacağıq. Bizim həyatımızda, canlıların həyatında sinir sisteminin əhəmiyyəti çox böyükdür. Bizim orqanizmimiz tam bir vəhdət təşkil edir. Orqanlar sistemlərimiz daimi bir-biri ilə əlaqəlidir və bu əlaqəni təmin edən də sinir sistemidir. Gəlin əvvəlcə sinir sisteminin funksiyalarına baxaq. Nədir sinir sisteminin funksiyaları? Orqanların işini tənzimləmək. Məsələn, bizim mədəmiz yediyimiz qidanı həzm edir. Mədəyə bu əmri verən, bunu sinirlə tənzimləyən sinir sistemidir. Orqanlar arasında əlaqə yaratmağı təmin edir. Bizim ətraf mühitlə əlaqə yaratmağımızı təmin edir. Həmçinin ali sinir fəaliyyətini həyata keçirir. Budur sinir sisteminin funksiyası. Əvvəla deyirik ki, tənzimləmək. Ümumiyyətlə bizim iki cür tənzimləyici sistemimiz var. Sinir sistemi və endokrin sistem. Endokrin sistem dedikdə vəzlərimiz nəzərdə tutulur və sinir tənzimini biz yalnız, unutmayın, insanlarda və əksər heyvanlarda deyirik. Heyvanların da çox hissəsində, amma hamısında yoxdur, bilirsiniz. Amma endokrin tənzimi biz həm bitkilərdə, göbələklərdə də müşahidə edirik. Deməli, sinir sisteminin əvvəlcə inkişafından danışaq. Biz bilirik ki, bütün orqanlar sistemi sadədən mürəkkəbə doğru inkişaf edib. Əvvəlcə danışaq ibtidai çoxhüceyrəli heyvanlardan, yəni çoxhüceyrəli heyvanların sadə quruluşlu nümayəndəsi bağırsaq boşluqlardan hidra. Bunun sinir hüceyrələri çox sadə quruluşda olur. Ulduz şəkilli, bir-biri ilə çıxıntılarla birləşib bir tor şəkilli diffuz sistem əmələ gətiriblər. Bu. Sonra gəldik yassı sapqurtlarda sütunvari sinir sistemi vardır. Şəkildə ağ planarni sinir sistemini görürsünüz. Sütunlardır və atmalarla birləşir. Sonra gəlirik həlqəvi qurdlar, mollyusklar, artıq boğma ayaqlarda sinir sistemində sinir düyünləri də yaranıb. Soxulcanda baxın, görə bilirik biz bu düyünləri. Və nəhayət xordalı heyvanlarda artıq borulu sinir sistemi vardır. Əlbəttə ki, bizdə də borulu sinir sistemi mövcuddur. Bədən quruluşu mürəkkəbləşdikcə sinir sisteminin də quruluşu da mürəkkəbləşir, funksiyası da daha da mürəkkəbləşir və nəhayət insanda özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Gəlin danışaq sinir toxuması haqqında. Sinir sistemi sinir toxumasından əmələ gəlmişdir. Burada var neyronlar, yəni sinir hüceyrələrimiz və peyk hüceyrələri. Neyronların funksiyaları haqqında danışacağım ətraflı. Sizə deyim, peyk hüceyrələrindən. Əvvəlcə bunların say nisbəti haqqında məlumat verim. Neyronlar əgər x-dirsə yazmışam, peyk hüceyrələri 10x-dir. Yəni, peyk hüceyrələri neyronlardan sayı 10 dəfə artıqdır. Hər bir dənə sinir hüceyrəsinə, bir dənə neyrona 10 dənə peyk hüceyrəsi düşür. Peyk hüceyrəsi mən həmişə deyirəm ki, neyronların axranıdır elə bir ki, onu qoruyur, dayaq funksiyası yerinə yetirir və qidalandırır. Bir neyrona 10 peyk hüceyrəsi düşür. Və deməli, say nisbəti dedik, x qədər neyron varsa, 10x qədər peyk hüceyrəsi var. Demək ki, sinir toxuması x üstəgəl 10x bərabərdir. Deməli, 11x-ə. Məsələn, bizdə məsələdə deyə bilər ki, sinir toxuması ümumilikdə deməli 550 hüceyrədən təşkil olunmuşdur. Mən buna əsasən 550-ni 11-ə bölməklə deməli, neyronların sayını tapa bilərəm. Deyərəm ki, 50 neyron var. Peyk hüceyrəsi də bundan 10 dəfə artıq 500-dür. 50, 500, cəmi 550 hüceyrədən təşkil olunub. Buna uyğun məsələlər var. Neyronun funksiyasından danışaq. Neyronun funksiyası belə deyək, ətraf mühitdən qıcığı qəbul etmək və buna cavab verilməsini həyata keçirməkdir. Şəkildə də neyronu görürsünüz. Və biz bunu adlandırırıq refleks. Refleks haqqında daha ətraflı danışacağıq indi biz sizlə. Və neyronun növləri var. Hissi neyron, ara neyron və hərəki neyron. Hissi neyron impulsu duyğu orqanından mərkəzi sinir sisteminə göndərir. Hərəki neyron mərkəzi sinir sistemindən işçi orqana göndərir və ara neyron isə hissi və hərəki neyronun bir-biri ilə əlaqəsini təmin edir. Bunu
necə başa düşək? Məsələn, mən əlimi qaynar bir qazana toxundurdum. Mənim əlimdəki reseptorlardan, yəni dəri, duyğu orqanımdan, dərimdən impuls hissi neyronun vasitəsilə gedir beynimə ki, bax, bu əlini qaynar bir qazana vurub. Və hərəkət neyron da əlavə olaraq mərkəzi sinir sistemindən işçi orqanıma impuls göndərir ki, çək əlini. Yəni, yanırsan, əlini çək. Baxın, ardıcıllıq belədir. Ara neyron isə hissi neyronla hərəkət neyronun əlaqəsini təmin edir. Neyronun quruluşuna gəlin nəzər yetirək. Sırf kitabımızdakı şəkli qoymuşam, indi digər şəkillərdən də deyərəm. Baxın, neyronlar təşkil olunub cisimdən və çıxıntılardan. Qısa çıxıntılar var, uzun çıxıntılar var. Qısa çıxıntıları biz adlandırırıq dendritlər, uzun çıxıntıları adlandırırıq aksonlar. Dendron sözünün mənası ağac deməkdir, aksis sözünün mənası isə ox çıxıntı deməkdir. Gəlin şəklə baxaq. Baxın, bura neyronun cismidir. Bax, bu hissəsi cisimdir və cismində yerləşir nüvəsi. Uzun çıxıntısı, baxın, bu adlanır akson. Buradakı ağac budağına bənzər gördüyünüz, bax, bizim dendrin, ağac dediyimiz isə qısa çıxıntıları, yəni dendritləridir. Təkrar eləyək. Deməli, neyronun olduğu cismi, qısa çıxıntısı və uzun çıxıntısı, deməli, cismində də yerləşdi nüvəsi. Mən deyirəm ki, peyk hüceyrələrində akson və dendrit yoxdur. Demək ki, mənə tezdə soruşsa ki, sinir toxumasının əksər hüceyrələrində yoxdur. Mən cavabda akson və dendriti götürə bilərəm. Çünki belə deyək, sinir toxumasının əsas hüceyrəsi neyrondur. Əksər hüceyrəsi isə sayca çox olan hüceyrəsi deməkdir və bura peyk hüceyrələrə aiddir. Əksər hüceyrələrində akson və dendrit yoxdur. Sonra belə bir neyronun bir dənə aksonu olur, çoxluda dendriti olur. Neyronun daxilində, belə deyək, bizim neyronlarımız bir-biri ilə davamlı əlaqədədir, belə deyək. Neyronlar bir-biri ilə birləşir. Neyronlar bir-biri ilə əlaqə yaradırlar. Bunların bir-biri ilə əlaqə, bir-biri ilə təmas yerləri isə adlanır sinaps. Nə deməkdir? Sinaps sözünün mənası. Sinaps sözünün mənası birləşmə deməkdir. Sinapsis birləşmə, rabitə, əlaqə deməkdir. Neyronun daxilində ötürülmə əlaqəsi var. Bir də neyrondan neyrona var. Neyronun daxilində, baxın, ardıcıllıq bu şəkildə olacaq. Gəlin, böyük şəkildən deyim. Bura dedik ki, dendritdir, bura cisimdir, bura aksondur. Üçlə ardıcıl, baxın, DCA, dendritdən cismə, sonra da aksona. Hərəkət istiqaməti belədir. Amma neyronun daxilində belədir. Bir neyrondan digər neyrona əlaqə necədir? Gəlin yazaq. Əvvəlcə birinci neyronumuzu yazaq. Dendrit, cisim, akson. Burada da ikinci neyronumu yazım. Dendrit, cisim və akson. Baxaq görək bu iki neyron bir-biri ilə necə əlaqə saxlayıb? Aksondan dendritə. Neyrondan neyrona əlaqə aksondan dendritə şəklində olacaq. Sinir sisteminin regenerasiyasına deyimizdə doğulandan sonra insanlarda, əksər heyvanlarda neyronlar çoxalmır. Yəni, neyronların çoxalmaq funksiyası yoxdur. Amma periferik hissələri, yəni sinirləri, sinir düyünlərin regenerasiya etmək qabiliyyəti var. Regenerasiya gec baş verir. Hardasa sutkada 0,3-1 millimetrə qədər regenerasiya olunur, çox gec olur. Yanınızda saxlayın, ümumiyyətlə bizim sinir hüceyrələrimiz uzun ömürlü hüceyrələrimizdir. Sinir hüceyrələri deyirik, bir də leykositlər, xatırlayaq bunu da, çünki demişdik ki, bir neçə ilə qədər yaşayanlar var. Deməli, gəlin indi danışaq sizinlə refleks haqqında. Nədir refleks? Orqanizmin xarici və daxili qıcıqlara qarşı cavab reaksiyası deməkdir. Və bu təlimin müəllifi Descartes-dir. Refleksiya sözünün mənası da əks edirəm, qaytarıram deməkdir. Yenə qaynar qazan misalından deyək, amma tək bu da olmaya bilər də. Məsələn, mən ayrı bir səsə reaksiya verirəm, səs qıcığına, işıq qıcığına qarşı reaksiya verirəm. Bunların hamısı bizim reflekslərimizdir. Və baxın, qaynar qazana toxunub,
Buradan mərkəzi sinir sisteminin bir hissəsinə məlumat gedib və yenidən mərkəzi sinir sistemindən orqanına doğru məlumat gəlib. Baxın bura. Biz bunu adlandırırıq refleks. Refleks orqanizmin qıcıqlara qarşı verdiyi cavab reaksiyasıdır və bu cavab reaksiyası zamanı, belə deyək, sinir impulsunun keçdiyi yolda adlanır refleks qövsü. Yəni bu refleks müəyyən bir yoldan keçir də, belə deyək, və bu adlanır refleks qövsü. Refleks qövsünə nələr aiddir? Reseptor, hissi yol, mərkəzi sinir sisteminin bir hissəsi, hərəki yol və işçi orqan. Təkrar eləyək. Birinci reseptordur, hansı ki, yenə mən əlimi qaynar bir yerə toxundurdum, dərimdəki reseptorlar oyandı. Hissi yol vasitəsilə getdi mərkəzi sinir sisteminin bir hissəsinə və hərəki yol vasitəsilə də çatdırıldı işçi orqana. Mən buradan qısa bir məlumat verib keçəcəm, amma kanalımda baxa bilərsiniz. Refleks qövsünü mən ətraflı izah elədiyim bir video var. O videonu da izləyə bilərsiniz. Baxın. Refleks qövsü dediyim kimi 5 hissəlidir. Birinci hissəsinə nə aiddir? Reseptor. İkinci hissəyə aiddir hissi yol. Hissi neyronun dendriti, hissi neyronun cismi və hissi neyronun aksonunun bir hissəsi. Çünki hissi neyronun aksonunun bir hissəsi xaricə qalır, bir hissəsi daxil olur mərkəzi sinir sisteminə. Bax, burada hissinin aksonudur. Gəlin yazaq, bax, burada ikinci hissəsidir, aid oldu. Hissinin dendriti, hissinin cismi, hissinin aksonunun bir hissəsi. Girdik indi üçüncü hissəsi. Üçüncü hissəsi mərkəzi sinir sistemidir. Dediyim kimi hissinin aksonu aid oldu bura. Dedik hissi neyronla hərəki neyronu əlaqələndirir ara neyron. Ara neyronun dendriti, ara neyronun cismi, sonra ara neyronun aksonu. Buralardan da keçicimi impuls. Sonra gələcək hərəkinin dendriti, hələ də mərkəzi sinir sistemindəyik. Hərəkinin cismi və hərəkinin aksonu. Hərəkinin aksonunun bir hissəsi mərkəzi sinir sistemində qalır. Yenə bir hissəsi mərkəzi sinir sistemindən kənara çıxır. Baxın, hərəkinin aksonu da əmələ gətirir dördüncü hissəsini. Yalnız bura hərəkinin aksonu aiddir və nəhayət 5-ci hissəyə işçi orqan aiddir. Biz burada gördük ki, ara neyron mərkəzi sinir sistemindən kənara çıxmır. Testlərdə də soruşur bunu. Cismi və çıxıntıları mərkəzi sinir sistemindən kənara çıxmayan neyron ara neyrondur. Çünki hissinin dendriti, cismi, həmçinin aksonun bir hissəsi mərkəzi sinir sistemindən kənardadır. Həmçinin hərəki neyronun aksonu mərkəzi sinir sistemindən kənardadır. Amma ara neyron buranı heç vaxt tərk eləmir, belə deyək. Və deməli, refleks qövsünə aid olan hissələri bir dəfə də belə yazım. Baxın, birinci hissə dedim ki, reseptordur. Bu oldu birinci hissə. İkinci hissəyə aiddir hissi, bir dəfə hissi sözünü yazıram. Dendriti, cismi və aksonunun müəyyən bir hissəsi. Baxın, tam götürmürəm. Müəyyən bir hissəsi ikinci hissəyə aiddir. Yenə hissinin aksonundan başlayıram. Hərəkinin dendriti, hərəkinin cismi, hərəkinin aksonu. Üzr istəyirəm, ara neyronu ötürdü yaxı bir dəqiqə. Buradan başlayıram. Aranın dendriti artıq mərkəzi sinir sistemindəyik. Cismi və aksonu, həmçinin hərəkinin dendriti, hərəkinin cismi. Çünki biz indi deyəcəyik, bizim mürəkkəb reflekslərimizdə ara neyron iştirak edir. Hərəkinin dendriti, cismi və hərəkinin aksonunun müəyyən bir hissəsi də əmələ gətirdi refleks qövsünün üçüncü hissəsinə. Və hərəki akson aiddir dördüncü hissəsinə. Refleks qövsünün dördüncü hissəsini yalnız hərəkinin aksonundan ibarətdir. Beşinci hissəyə isə aiddir işçi orqan. Vəssalam, dediyim kimi bunun daha geniş izahı var kanalımda. İndi baxaq görək, bu neyronların hansı hissəsi mərkəzi sinir sistemində yerləşir, hansı hissəsi kənarda, yəni periferik sinir sistemində yerləşir. Mərkəzi sinir sistemində
hissinin aksonu, çünki dedik ki bir hissəsi daxil olur. Ara neyron bütövlükdə hərəkinin dendriti cismi və hərəkinin aksonunun bir hissəsi buradadır. Periferik sinir sistemində isə, yəni kənarda hissinin dendriti cismi, hissinin aksonunun bir hissəsi, hərəkinin aksonunun bir hissəsi. Qırmızı ilə yazdıqlarım görürsünüz, həm mərkəzi sinir sistemində yerləşib, həm periferik sinir sistemində yerləşib. Var burada sinir sisteminin boz maddəsi və ağ maddəsi. Sinir sisteminin ağ maddəsini əmələ gətirir aksonların yığını, həm hissi neyronun, həm hərəkə neyronun. Çünki baxın, kitabımızdakı şəkildən göstərəcəm. Bax, bu üzərindəki miyelin qişanı görürsünüzmü? Bu hardadır? Aksonun üzərindədir yalnız və bu əmələ gətirir sinir sisteminin ağ maddəsini. Amma hissi və hərəkə neyronun cismi dendriti, bir də ara neyron bütövlükdə əmələ gətirir sinir sisteminin boz maddəsini. Boz maddəni hissi hərəkə neyronun cismi dendriti, bir də ara neyron bütövlükdə, yəni həm dendrit, həm cisim, həm akson əmələ gətirir boz maddəni. Amma hissi ilə hərəkinin aksonları əmələ gətirir sinir sisteminin ağ maddəsini. Deməli, indi gəlin reflekslər haqqında bir də danışaq. Var sadə reflekslərimiz, var mürəkkəb reflekslərimiz. Sadə reflekslərdə yalnız iki növ neyron, hissi neyron və hərəkə neyron iştirak edir. Mürəkkəb reflekslərimizdə isə hissi hərəkə neyronla bərabər bir neçə dənə də ara neyron iştirak edir və bu adlanır mürəkkəb refleks. Sadə refleksi şəkildə gördüyünüz diz refleksini misal göstərə bilərik. Uşaq vaxtı pediatrda hamımızda bunu yoxlayıblar. Dizə çəkiclə vururlar, dizi avtomatik qaldırırıq. Demək ki, bu refleksimiz əla, normal işləyir. Mürəkkəb reflekslərimizdə isə məsələn askırırıq biz nədənsə, qidaya qarşı ağız suyumuz ifraz olunur, nə bilim, əlimizi yenə deyirəm, qaynar bir şeyə vururuq, tez kənara çəkinirik. Bu bizim mürəkkəb reflekslərimizdir. Amma testlərdə çaşdırmaq üçün belə bir sual verir. Deyir ki, sadə refleks qövsü neçə hissədən ibarətdir? Fərqi yoxdur. Sadə refleks qövsü də, mürəkkəb refleks qövsü də hər ikisi 5 hissədən ibarətdir. Reseptor, hissi yol, mərkəzi sinir sisteminin bir hissəsi, hərəki yol və işçi orqan. Həm sadə refleksdə belədir, həm mürəkkəb refleksdə belədir. Gəldik indi sinir sistemini təsnifatlaşdırmağa. Ayrılır mərkəzi sinir sistemi və deməli periferik sinir sisteminə. Mərkəzi sinir sisteminə baş beyin və onurğa beyinə aiddir. Periferik sinir sisteminə isə sinirlər və sinir düyünləri aiddir. Əvvəlcə mən isə danışmaq istəyirəm onurğa beyni haqqında. Onurğa beynimiz yerləşir. Onurğa kanalımızın içərisində deməli sərhədlərindən danışaq. Yuxarıdan uzunsov beyin, aşağıdan da onurğa sütununun B şöbəsinə qədərdir. Amma sinirləri büzdümə qədər gedir. Quruluşuna gəlin baxaq. Baxın, xarici qatı ağ maddədir. Gördüyünüz, bax bu hissə deyir, bax bura işarələyib ağ maddədir. Daxili qatı isə boz maddənin, bax boz maddənin kəpənək formalı, kəpənəyə bənzəyir bu. Boz maddənin kəpənək formalı yığımından ibarətdir və bunun daxilində yerləşir onurğa beyni kanalı. Onurğa beyni kanalında da dediyimiz kimi deməli bu yerləşir. Onurğa beyni kanalı boz maddənin daxilində yerləşir. Onurğa beynimizin funksiyası ötürücü və reflektor funksiyadır. Ötürücü yollar baş beyinlə onurğa beynini bir-birindən əlaqələndirir. Onurğa beyni ilə baş beyin arasında əlaqə yaranır. Onurğa beynindən belə deyəm sizə, onurğa beyni, baş beynindən əlaqəsini deyim də sizə. Onurğa beynimiz baş beynimizlə bərabər daxili orqanlarımızın fəaliyyətini tənzimləyir. Yəni bizim mürəkkəb hərəkət, məsələn yeriməyimiz, qaçmağımız, nəsə bir əməklə məşğul olmağımız baş beynin nəzarəti ilə baş verir. Aydındırmı? Və buradan sinirlərin də sayını deyim, keçək buradan. 31 cüt qarışıq sinir çıxır onurğa beynindən. Baş beyindən isə 12 cüt kəllə beyin siniri çıxır. Növ olaraq desəm, onurğa beynindən yalnız bir növ sinir çıxır. Çünki dedik ki, qarışıq. Amma baş beyindən 3 növ sinir çıxır. Hissi, qarışıq və hərəkət.
Aydındırmı? Növ olaraq desə, onurğa beynindən bir növ, baş beyindən 3 növ sinir çıxır. Burada da dediyimiz kimi daxili orqanların fəaliyyəti baş beynin nəzarəti altında həyata keçirilir. Baş beynin hissələri və funksiyaları haqqında danışaq. Baxaq görək hansı hissələrdən ibarətdir. Baş beyin ümumiyyətlə yerləşir kəllə qutusunda. Onurğa beynimiz onurğa kanalımızda qorunur. Baş beynimiz də kəllə qutumuzda qorunur. Sanki bizim üçün dəbilqə rolunu həyata keçirir baş beynimiz. Hissələrini kitabdakı şəkildən qoymuşam ki, buradan baxıb əzbərləyəsiniz. Çünki bu da testə düşür hissələri. Baxın, uzunsov beyni görürük, beyinciyi görürük, hansı ki üzəri qırışlıdır. Körpünü görürük, beyin körpüsünü, sonra orta beyin, baş beyin yarımkürələrinin düz alt hissəsində olan ara beyin və nəhayət baş beyin yarımkürələri bura aiddir. Uzunsov beyin haqqında danışım. Baş beynin hər bir hissəsinin əsas funksiyasını əzbərləməlisiniz, bilməlisiniz. Uzunsov beyində həzm, tənəffüs, qandamar sistemləri yerləşir. Həmçinin udma, askırma, əmmə, öskürmə kimi reflekslərimiz buradadır. Həmçinin, yox, bunu düzdür, keçdikcə də deyəcəyik. Məsələn, tənəffüs sistemində deyəndə deyirik ki, mərkəzi uzunsov beyindədir, qandamar sistemi deyirik. Məsələn, ürəyin fəaliyyəti uzunsov beyindən tənzimlənir, həzm də həmçinin. Amma indidən əzbərləməyiniz faydalıdır. Bir də əlaqələndirir onurğa beyni ilə baş beyni. Baxın, yerindən gəlin baxaq, belə yadımızda saxlayaq. Uzunsov beyin buradır da, buranı göstərib bizə. Demək ki, bunun altında onurğa beynidir, aşağı sərhəddə onurğa beynidir. Yuxarıda da baş beyində, yəni baş beynin bir hissəsidir. Demək ki, aşağı ilə yuxarını əlaqələndirəcək uzunsov beyin. Sonra gəldik beyincik haqqında danışmağa. Beyinciyin üzəri qırışlıdır, beyincik deyirik də, elə ki, balaca beynimizdir bu da. Onurğa beynindən və uzunsov beyindən gələn informasiyaları qəbul edir. Baxın, hardan gəlir? Aha, nə var bunun aşağısında? Onurğa beyni, bir də uzunsov beyin var da. Demək ki, beyincik onurğa beynindən və uzunsov beyindən gələn informasiyaları qəbul edir və yadınızda saxlayın. Hansı insanların ki, beyinciyinin funksiyası pozulub, o insanlar dəqiq hərəkət edə bilməyəcəklər. Çünki bizim iradi hərəkətlərimizi, müvazinətimizi beyinciyimiz tənzimləyir. Gəldik indi beyin körpüsü, yəni varol körpüsü haqqında danışmağa. Çeynəmə, mimiki və göz almasına hərəkət etdirən əzəllər bura aiddir. Deməli, nəyə əlaqələndirir? Baxın, baxıram ətrafına görürəm burada nə var. Baxın, bura körpüdür, körpünü görürsünüz, işarələmişəm, bax burada körpü. Əlaqələndirir aşağıdan onurğa beyni, uzunsov beyni, bir də yanındakı beyinciyi. Bax, aşağıları, bax özünün aşağısında olanları əlaqələndirir yarım kürələrlə. Körpüdə, məsələn, körpü çayın bir tərəfi ilə o biri tərəfinə əlaqələndirmir. Körpüdə o rol oynayır. Beyinciyi, uzunsov beyni və onurğa beyni baş beyin yarım kürələri ilə əlaqələndirir. Nəhayət gəldik orta beyin haqqında danışmağa. Skelet əzəllərimizin gərginliyini, tonusunu tənzimləyir və işıq, səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir. Məsələn, bir səs gəlir, mən onun hardan gəldiyini bilə bilmirəm. Demək ki, mənim orta beynim zədəlidir. Həmçinin skelet əzələlərinin gərginliyini, tonusunu tənzimləyir. Ara beyin haqqında danışıram. Baxın şəklə, budur ara beyin. Düz yarım kürələrin altında olan bura ara beyindir. Orta buradır, ara buradır. Birinci ara gəlir, sonra orta gəlir. Ara beyin tənzimləyir yerimə qaçma, üzmə reflekslərini, temperatur, maddələr mübadiləsi və emosiyaları, həmçinin hissi impulslar buradan keçir. Qoxudan başqa bütün hissi impulslar deyəcəksiniz ki, ara beyindən keçir. Biz bunu duyğu orqanlarımız haqqında da keçəndə deyəcəyik. İndidən də deyirəm, qoxudan başqa. Qoxu ara beyindən keçmir. Deməli, gəldik indi baş beyin yarımkürələri haqqında danışmağa. Baş beyin yarımkürələri, belə deyək, bizi fərqləndirən, digər canlılardan fərqləndirən əsas bax bu baş beyin yarımkürələrimizdir. Nədən təşkil olunub? Yəni bizim belə deyim, bir də deyim də, bax mürəkkəb fəaliyyətlərimizi, mürəkkəb ali sinir fəaliyyətimizi yarımkürələrimiz həyata keçirir və yadınızda saxlayın, beynimizin ən caval şöbəsi buradır.
və buz maddədən əmələ gəlmiş qırışlı qabıqla örtülüdür və qabığın da altında ağ maddə yerləşir. Burada 12-18 milyard neyron var. Buna əsasən PGC-lərinin və s. də sayını soruşur, tapa bilərsiniz. Çünki 12 millarddırsa 10 dəfə artıq da PGC-rəsi olacaq. Baş beyin yarımkürələri qabığımız formalaşmamızı, yəni insanın formalaşmasını, şuurunu, psixi fəaliyyətini, əmək qabiliyyətini tənzimləyən hissəsidir. Və bunun üzərində şırımlar, qırışlar var. Bizim yarımkürələrimizdə şırımlar, qırışlar var və bu biz məməlilər sinfinə aidikdə məməlilər sinfinin digər nümayəndələrinkindən daha yaxşı inkişaf eləyir bizdə. Səthinin sahəsini də bu artırır və belə deyək, buna görə bizdə daha yaxşı inkişaf etmişik. Deməli, payları var bunun, bir neçə hissəsi var. Gicgah payı şəkildə görürsünüz, testdə də baxın, bunun hissələri tez-tez düşür. Alın payı, arxasında təpə payı, onun da arxasında ənsə payı yerləşir. Baxın, dönün belə şəkil üzərindən sola tərəf baxın, indi qabağınızda ekrandır. Qabağınızda olan alnınız deyilmi? Alın. Arxa hissəsi təpə. Onun da arxasında ənsə yerləşir. Alın, təpə, ənsə də arxadır. Gicgahımızı məncə tanıyırıq. İki tərəfdə belə gicgah. Hər biri müəyyən bir hissəni tənzimləyir və gicgahda deməli eşitmədir, alında iradi hərəkətlərimiz, təpədə dəri əzələr, ənsədə isə görmə mərkəzi yerləşir. Həmçinin dediyim kimi boz maddənin altında da ağ maddə vardır. Sonra gəldik indi periferik sinir sistemi haqqında danışmağa. Periferik sinir sistemimizdə sinirlər və sinir düyünləri aiddir. Nədir sinirlər? Mərkəzi sinir sistemindən kənarda yerləşən neyronların uzun çıxıntılarıdır. Elə bir ki, bayaqki şəkildə, gəlin bu sözün mənasını açaq da, mərkəzi sinir sistemindən kənarda yerləşən neyronların uzun çıxıntıları, yəni hissinin çıxıntısı, bir də hərəkinin çıxıntısı adlanır sinirlər, hansı ki mərkəzi sinir sistemindən kənarda yerləşir. Bu adlanır hissi sinir, hərəki sinir. Bir dənə sinirlərin növlərini də göstərim, sonra deyim. 3 növ deyəcəyik. Hissi, hərəki və qarışıq sinirlər. Hissi sinirlər hissi neyronunuzun çıxıntısıdır. Hərəki sinirlərdə hərəki neyronunuzun çıxıntısıdır. Qarışıq neyron isə həm hissi, həm də hərəki neyronunuzun çıxıntısından ibarətdir. İndi gəlin görək hansı istiqamətdə ötürürlər bunlar. Hissi sinir ötürür mərkəzi sinir sisteminə, hissi neyronda olduğu kimi. Hərəki sinir impulsları ötürür orqanlara. Qarışıq sinirlər isə hər iki istiqamətdə ötürür. Testdə bunu soruşur bizdən. Deyir ki, iki istiqamətdə ötürən sinir hansıdır? Qarışıq sinirlər. Çünki hərəki bir istiqamətlidir, yalnız orqanlara, hissi də bir istiqamətlidir, yalnız o mərkəzi sinir sisteminə gedir. Qarışıq sinirlər isə hər iki istiqamətdə hərəkət edir və deməli, sinir düyünləri nələrdir? Yenə mərkəzi sinir sistemindən kənarda yerləşən hissi neyronların cisimlərindən təşkil olunmuşdur. Daxili orqanların yaxınlığında və ya onların divarında yerləşir. Baxın, yenə bunu şəkildən yadımda saxlayıram. Dedim ki, hissinin cismi kənardadır, hərəkinin cismi də içərdədir, aranınki də içərdədir. Amma hissinin cismi kənardadır və burada bir düyün əmələ gətirir. Deməli, 45'te hala 09:45. Aha. Sonra nədən danışım sizə? Funksiyasına görə indi sinir sistemini təsnifatlaşdıraq. Ayırırıq iki yerə. Somatik sinir sistemi və vegetativ, yəni avtonom sinir sistemi. Baxın, somatik sinir sistemi tənzimləyir skelet əzəllərinin işini və dərini. Skelet əzəlləri dəri deyirik biz buna. Vegetativ avtonom sinir sistemi isə daxili orqanlarımızın işini tənzimləyir. Deməli, somatik sinir sistemi iradedir. Belə fikirləşək. Skeletimizi biz irade olaraq hərəkət elətdirə bilirik də. Bu bizim iradəmizdən asılıdır. Vegetativ sinir sistemi isə qeyri-iradidir. Məsələn, daxili orqanlarımızın işini tənzimləyə bilmirik. Demək ki, bu vegetativ, yəni avtonom sinir sistemi ilə idarə olunur. Və
deməli, hə, əzələ bir dənə biz bilirik də, əzələlərdə burada bir dənə fərqliliyimiz var. Enlə zolaqlı skelet əzələsi somatikdir. Enlə zolaqlı ürəklə saya əzələsi vegetativdir, yəni qeyri-iradidir. Enlə zolaqlı skelet somatikdir. Enlə zolaqlı ürək əzələsi də qeyri-iradidir, yəni vegetativdir. Saya əzələ də vegetativdir, hansı ki daxili orqanlarımızda olur. Vegetativ sinir sisteminizə simpatik və parasimpatik sinirlər aiddir. Simpatik və parasimpatik sinirlər bir-birinə əks təsir göstərir. Əvvəlcə mərkəzlərini deyim. Simpatik sinir sisteminin mərkəzi bax bu qırmızı ilə işarələnən 2 və 3-dür. Yəni döş şöbəsi, onurğa beyninin döş şöbəsi və B şöbəsidir. Deməli, parasimpatik sinirlərin mərkəzi isə deməli baş beyin kütüyü, yəni uzunsol beyin və omadır. Bax burada işarələnib 1 ilə, bax bura mavi hissə, bir də aşağıda 4 oma aiddir bura. Bunlar mərkəzləridir. Deməli, testlərdə bizdə bununla bağlı nəyi soruşur əsas? Deyir ki, məsələn, hansı orqana, hər hansısa bir orqanı misal çəkir, deyir, bura gələn simpatik sinir hardan çıxır və yaxud parasimpatik sinir hardan çıxır? Yəni, məsələn, simpatik 2 mərkəzdədir, döşdə və beldə. Parasimpatik həmçinin beyin kütüyündə və omada. Biz bunu necə fərqləndirəcəyik? Bu qaydanı yadınızda saxlayın və yaxud qeyd edin. Sidik hissəsi, düz bağırsaq və cinsiyyət sistemi istisna olmaqla yerdə qalan bütün daxili orqanların parasimpatiki çıxır beyin kötüyündən. Amma qoyun yazım, sidik hissəsidir, cinsiyyət sistemi orqanlarıdır, düz bağırsaqdır. Bunların parasimpatiki omadan çıxacaq. Belə yalnızca saxlayın da, aşağıdadır, özünə yaxın olan yerdən çıxır. Amma yerdə qalan orqanlar, məsələn, mədənin parasimpatiki desə, deyəcəksiniz, yuxarıdan çıxacaq, kötükdən. Və simpatik sinir sistemi ilə parasimpatik sinirlər, simpatik sinirlər, parasimpatik sinirlər bir-birinə əks təsir göstərirlər. Burada da mərkəzlərini yazmışam, heç nə. Bir-birinə antagonist, yəni əks təsir göstərirlər. Belə ki, simpatik sinirlər ürək yığılmalarını daha da tezləşdirib qüvvətləndirir. Parasimpatik sinirlər isə yavaşladır, zəiflədir. Qan damarları simpatik sinirlərlə daralır, parasimpatik sinirlərlə genişlənir. Simpatik sinirlər mədə əzələlərinin hərəkətini, şirəsini, həmçinin bağırsaqların dalğavari hərəkətini zəiflədir. Parasimpatik isə əksinə gücləndirir. Simpatik sinirlər göz bəbəyini genəldir, parasimpatik sinirlər isə daralır. Məsələn, balığın sümüyü qaldı damağımızda. Nə olacaq? Avtomatik sifətimizdə bir əzab ifadəsi yaranacaq, çalışacaq ki, onu çıxardaq, həyəcanlanacaq, ürək döyüntülərimiz artacaq və dəridə damarlarımız daha da daralır, dərimiz avazıyır və avtomatik olaraq o balığı yemək istəməyə davam eləmirik ki, bu istəyimiz geri çəkilir. Demək, mədə bağırsaqlarımızın hərəkəti zəifləyir və həyəcanlanmışıq, axı, yenə də deyirəm, göz bəbəyimiz daha da genəlir. Parasimpatikdə bunun deməli, əksini həyata keçirir. Deməli, vəssalam, burada bu hissəni bir də deyim. Baxın, unutduğum hissələrə, qeydlərə baxıb toxunum. Baş beyin yarımkürələri hansı hissələrini örtür, deyir. Deməli, ara beyinlə orta beynin üzərini örtür. Biz həmişə buna deyirik Azərbaycan ordusu, AO, Azərbaycan ordusu, yəni ara beyin və orta beynin üzərini örtür. Vəssalam, demək olar ki, bütün hissələrə toxunduq. Xəstəliklər dedikdə meningitlə poliomiyelit deyəcəksiniz. Meningit baş beyin qişalarının iltihabıdır. Poliomiyelit uşaq iflici, onurğa beyninin hərəkət yolları zədələnir. Vəssalam, izahımız bu qədər. Ümid edirəm ki, faydalı olar. Dostlarınızla bölüşüb, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Videoların davamı üçün də kanala abunə olun. Sağ olun, salamat qalın.